anasıyam. Heç kəs bilmirdi. Və mənim təxminim ilk gündən bu yana qız olub. Ona görə qız deyirəm. İndi keçək bir böyük bacısına. Ya Allah, buyur. Mən uşağın nənəsiyəm. Şaka. Mən uşağın bacısıyam. Məncə qız olacaq. Mən uşağın ortancı bacısıyam. Mən istəyirəm ki, oğlandır. Mən uşağın bebisi qızıyam. Hiss edirəm ki, qızdır. Altı bacısıyam. Mən qız istəyirəm. Uşağın bebisi qızıyam. Hiss edirəm ki, qızdır. Arkadaşlar annem video atıp onun tahminine bakalım. Salam. Mən gələcək bebişin nənəsiyəm. Mən düşünürəm ki, adət-ənənə olaraq qız olacaq. Mən uşağın bebisiyəm, qız istəyirəm. Mən uşağın bebisi qızıyam, qız istəyirəm. Ay dədə, nəsildə hamı qız istəyir. Hamı qızdır, hamı qız istəyir. Evet, uşağın nəyi sayılır? Məryəm, Mamidə sizin nəyinizdir? Əmisi. Mən uşağın əmisi ilə başlayırsınız. Buyurun. Sağ olun. Nədir? Mən uşağın əmisiyəm, nə hissiyim? Hə, mən uşağın əmisiyəm. Yox, oğlan deyək bəs. Çox dəqiq bir seçim oldu. Digər əmisi. Evet, mən uşağın əmisiyəm. Mən uşağın əmsiyəm, hiss edirəm ki, qız olacaq. Aha mı qız deyir? Aha, Qız deyirsən? oxuyuram şu an. Həm də içmə məsələ bir işəm.